Sizi salamlayırıq, hər vaxtınız xeyirli olsun. Dalğa FM radiosu və Mədəniyyət Nazirliyinin birgə layihəsi Sənətin Səsi efirdədir. Bütün dinləyicilərimizi, sonradan bizi izləyəcək izləyicilərimizi də bəri başdan salamlayırıq. dalğafm.az saytından bizi onlaynda dinləmək mümkündür və hər zaman olduğu kimi Azərbaycanın sənət aləminin tanınmış simaları ilə sevilən sənətçilərlə görüşlərimiz, söhbətlərimiz davam edir və uzun zamandır ki, əslində görüşmədiyimiz daha bir müğənni var. O bugün bizimlə Dalğa FM radyosunda isə bizim verilişimizdə. İlk dəfədir müğənni Yaşar Cəlilov. Xoş gəlmisiniz. Salamlayıram sizi, sabahınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Bizi təşəkkür edirəm. Həm izləyən, həm dinləyən dinləyiciləri, tamaşaçıları salamlayıram. Bəli, uzun zamandır biz Yaşarla görüşmürük. Əslində amma mahnılarınızı, duetlərinizi belə deyək də izləyirik. Dalğa FM radiosunda isə bugün həm də bəlkə də eşitmədiyiniz ifalar da olacaq. Çünki sözsüz ki, mahnılarda səslənəcək. Necədir işlər? Eşitmişəm bu yaxınlarda daha bir yaşa addımladınız. Ad gününüz idi. Bəli, 2 gün öncə ad günüm idi. Bəli, genç də olsa təbriklərimizi qəbul edin. Çox sağ olun, minnətdaram. Var olun. Sanki biz bu günləri dinləyicilərlə ad günümü qeyd edirik. Aha, bəli, niyə də yox? Sizin üçün darıxanlar, sizi görmək istəyənlər, əslində sanki az-az çıxırsınız efirə. Mən sizə deyim ki, yaxın, çox uzaq getməyəcəm. Yaxınları Türkiyədə verilişlər var. Sibelcanın Hüsnü şənləndirici və Hakan Altının birgə layihəsidir, yəni bildiyim belərindən onlar bir veriliş yaparlar. Necə gözəl verilişdir. Sırf sənət nümayiş edirlər. Canlı ifalar. Bəli, mən elə verilişlər arzu edirəm bizim ölkəmizə ki, elə verilişlərimiz çox olsun və kanallarımızı arzu edirəm ki, elə verilişlərimiz çox olsun. Onda oxuya bilməyən orada nə işi var? Düzdür. Gəlib orada oxuya bilməyəcək. Fonoqram yox, canlı musiqilərdir. Və bəhanə də olmayacaq. Çağırılan qonağın bir ekip oturacaq orada. Dəyişilməyən ekip kim gəldi onu müşahidə edəcək. Bəli, o ansambl, orkestr, bəli, həmən gələn müğənninin də öncədən məşqləri olacaq və repertuar hazırlanacaq. Gəlib çıxış eləyəcək. Danışırsınız sanki insanın gözünə hansısa verilişlər gəlir, canlanır ki, sanki var, amma həm də yoxdur. İstəmək, etmək istəyirlər, sanki izləyicisi mi olmur? Yox, bizim elə bir studiyalarımız da yoxdur. Yəni o kanallar üçün elə studiyalar qurulmalıdır. Bəli, o şərait də var. Yəni mən hər şeyi ata bilmərəm kanalların üstünə və yaxud da aparıcıların üstünə. Elə bir gərək şərait də olsun. Məkan elə uyğun seçilsin ki, orada o qədər orkestr otursun və qonaqlara əyləşmək də yer olsun. Məkandan əlavə həm də o maddi tərəfi də var. Yəni o qədər orkestrdən musiqiçiləri. Vallahi sizə qurban, maşallah hər verilişin 10 dənə sponsoru var. O da var. Bəli. Bu pullar cibə getməsə, mənə elə gəlir ki, eləmək olar. Bəli, razıyam. Mən biraz kəskin danışa bilərəm, amma çünki mən 19 ildir professional səhnədəyəm və Vaqif Şikarazadə bəstəsi oxuyan adamam. Gövhər Həsənzadə, Emin Kərimi, Rəhim Rəhimli və digər sevilən bəstəkarların ifalarını Emin Sabitoğlu'dan səsləndirmişəm və digər sevilən bəstəkarlardan mahnılarım var. Özüm də Axan Abdullayevin tələbəsi olmuşam. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Ay, bu boyda böyük bir məktəb keçmişsiniz. Bəli. Haqqınız da var əslində. Qəzənfər Abbasovun tələbəsi olmuşam. Salamlayırıq Qəzənfər müəllimi. Dəyərli sənətkarımızı salamlayıram. Sabir Abdullayevin tələbəsi olmuşam. Teymur Əmrahan tələbəsi olmuşam. Yəni mənim də düşünürəm ki, artıq buna gücüm çatır ki, mən də nəsə deyim. Haqqınız var deməyə. Bəli, razıyam. Çünki hamımız və deyən müğənnilər çoxdur əslində. Sanki bizə eşitmirlər, belə deyərdim. Mən razıyam, əgər mən oxuya bilməsəm orkestro ilə, çağırmasınlar məni efirə. Gəlmərəm. Bəli. Əgər söhbət sırf savaddan, ifadan gedirsə, canlı ifadan Allah şükür ki, notu da eşidə bilirəm, ritmim də var, sulxum da var, muğam təhsilim də var, bütün bizim bəstəkar mahnılarımızdan da anlayışım var və arxivim də gözəldir. Bayağı ifalarım olmayıb, heç olmayacaq da, danışığım da var, özüm apara bilirəm efirdə, nə bilim, geyimim, kesimim, hər şeyim qaydasındadır. Mənə gəlir ki, o müğənnilər, orada ifa edəcək müğənnilərdən biri mənəm. Bəli.
bizə şərait Amma yaradılmalıdır çoxdurmu sizcə bugün bizim estradamızda canlı ifa etmək arzusunda olan, qadir olan? Əlbəttə var. Var. Çoxdur müğənnilərimiz ki, bacarırlar bunu. Düz yeni gələn ifaçıların içində azdır bu. Bəli, elə mən gəncləri nəzərdə Bəli, gənclərin içində azdır bu. Bəli. Çoxsu Hardasa biraz elektron razıyam. musiqilərə. Bəli, rock stilinə, nə bilim retro mahnılarımızı belə Əyillər, nə günə texnologiya ilə qoyurlar. Bəli, dəyişirlər, səslərini mən tərəfdarı dəyişirlər. deyiləm. Onlar əlbəttə ki, tərəfdarı deyilsiniz siz. Yox, mən elə bizim belə deyim də əvvəlki mahnılarımızın köhnə mahnılarımı deməzdim mən onlara. O mahnılar həmişə yenidir, həmişə Əlbəttə, gözəldir. bəli. O mahnıları nə günlərə qoyurlar, süni intellektlə, nə bilim öz səsləri pisdir deyə o səsə min dənə elektron şeylər, effektlər verərək ifa etmək məncə bunu hamı bacarar. Yəni hər bir adamı, sulxu olan adamı əlbəttə ki, bir balaca sulxu olsa. Bu yaxınlarda hətta qonağımız olmuşdu, söylədi ki, Ağadaş Ağayevin məsələn onun ifa etdiyi mahnı zamanında Ağadaş Ağayevin repertuarında heç sevilməmişdi. Hansı mahnı? Məsələn, ən məşhur o Eldar Mansurov, Ay Yalançı, mən sənə inandım. Bəli, bəli. Bax o mahnını dedi ki, yəni sanki onun bugün onun bax o rock stilinə, yeni ritmlərlə, ya bilmirəm bəlkə eşitmisiniz. Yəni zamanında o sevilməyən mahnıları bugün gündəmə gətirirlər. Yəni olsun mahnının janr belə aranjovkasını dəyişmək olar. Məsəl üçün onu bosanova ritminə salmaq olar, 6-8-i dəyişib lirik bir şey etmək olar. Bəli, akustik versiyada. Bu yaraşırsa, gözəl təqdimat olunursa. Amma ifaçının səsini dəyişmək məncə düzgün deyil. Çünki bu ifaçı nə qədər səsini dəyişəcək? Bir yerdə gəlib konsert verməlidir. Bəli. Bir yerdə canlı oxumalıdır. Bəs onda necə olacaq? Bəli, onda hansı səslə oxumuş olacaq? Əslində biz bugün bir çox müğənnilər söyləyirlər ki, Azərbaycanda konsert vermək sərf etmir müğənniyə. Bunu yəni etiraf edirlər də ən çox konsert verən ifaçılar, müğənnilər və yəni barmaqla sayılasıdır ki, həqiqətən onların biletləri satıla bilər. Yəni onu söyləyirlər. Mən tərəfdarı deyiləm. Biz konsert verib pul qazanmaq istəyiriksə, onu biz başqa-başqa restoranlarda, başqa-başqa yerlərdə də şou proqramlarda yəni yox. Yəni başqa bir restoranların zalında, başqa bir yerlərdə də eləmək olar da onu. Yeyib içməli bir konsert verə bilərsən. Amma söhbət Heydər adına saraydan gedirsə, oradan pul qazanmağa məncə ehtiyac yoxdur. Sən elə orada sənin çıxış etməyin özü böyük bir sənin üçün gözə görünməyən bir şərəfindən başqa gözə görünməyən maddiyyatdır o. Hansı ki ömürlük sənə o nə bilim o yaradıcılıq yolunda bir iz qoyacaq. Əlbəttə ömür boyu sənə hörmət qazandıracaq bir yerdir o Heydər Əliyev saray. Yəni mənim məsəl üçün arzum da orada konsert vermək. Amma durursan ki, konsert etmək istəyirəm. Mənim bütün konsertimin tərtibatı, mahnıları, hər şey də hazırdır. Amma sponsor lazımdır ona. Ya da ki, bir 60-70 min manatın olmalıdır ki, gedib orada konsert verəsən. Bunun bileti var, bunun afişası var, bunun reklamı var, bunun fotoqrafı var, musiqiçilərin geyimi, maaşı, sənin geyimin, nələr var da, işıqçısı falanı filanı və əlbəttə ki sarayın icarəsi. Bəli, o da bir günlə alınmır, məlum məsəl 2 gün. Razıyam sizinlə, amma bu sizin arzunuzdur. Yəni ümid edək ki, inşallah gün olacaq. Çünki hər bir mənə elə gəlir ki, sənət adamının arzusudur ki, orada konsert versin. Bəli, mən inşallah bu pulu toplayanda mütləq verəcəm və gözləməyəcəm ki, mən oradan pul qazanım. Bəli. Mən zaten şənliklərindən pulumu qazanıram və yaxud da YouTube-dan pulumu qazanıram. Bəli. Məncə elə orada konsertlə çıxış edən, bax bizim əsas belə deyək də konsert salonumuz kimi, orada konsert verən müğənnilər də məsələ sizin kimi düşünür ki, yəni mən əsas o sənətimi göstərə bilim, öz sevənlərimi toplayım və bir solo konsert mütləq ki, hər bir sevənləri yığırsan bir araya və onlara imtahan verirsən. Həmin oxuduğun mahnıları canlı şəkildə orkestr ilə onlara təqdim edirsən ki, yəni mən bunu tək studiyada oxuyub bacarmıram. Həm də canlı ifa edirəm. Bu boyda böyük möhtəşəm sarayda mən bunu ifa edə bilirəm. Bax belə. Davam edəcək, maraqlı fikirlər, diskusiyamız davam edəcək. İlk eşdi, ilin sonuna gəlib çatırıq. Mənim ən son ifa etdiyim mahnıdır. Rüfət Mehdevin repertuarından. Bəli, çox məşhur bir mahnı. Dəyərli müəllimim
Vaqif Gərazədəni salamlayıram. Qoşuluram. Sənətkarımızı salamlayıram. Allah ona Bəli. can sağlığı versin. Ondan icazə almışam. Aha. Onun izni ilə bu mahnını ifa Bəli, etmişəm. bax əsas məsələ buna da Bəli. toxunacağıq mütləq. Sözləri İsmail Dadaşova məxsusdur. Allah ona rəhmət eləsin. Ailəsindən halallıq almışam və Rüfət Mehdiyevin də ailəsindən halallıq almışam. Onun repertuarından ilk eşidim hansıdır? Aranjman Tərlan Məmmədhüseynov. Buyursunlar, Eşidək Dalğa FM radiosunda Dalğanı dəyişimin davam edəcək. Və biz davam edirik. Yeni qoşulanlarda salamlayırıq. Yaşar, maraqlı bir məqama toxundunuz. Əslində o müəllif hüquqların qorunması məsələsi. Bəli. Bugün bax gənclərdən danışdıq ki, gənc ifaçılar o retro mahnılara, nə bilim, istər Elza İbrahimovanın mahnıları, Eldar Mansurov, Faiq Sücəddinov ifa edirlər, amma sanki o icazə almaqmı deyim, halallığını almaqmı deyim, sanki unudurlar. Mahnı hazır olandan sonra zəng eləyirlər. Elə Eldar Mansurov bu yaxınlarda qonaq idi, söylədi ki, mahnı hazır idi, göndərdi ki, Eldar mənim bir qulaq asın, icazə verin, halallıq verin. Deyir, da mən nə deyim? Dedim, mən oxu da. Amma öncədən əlbəttə ki, bunu etmək lazımdır. Yəni bu məsələlərdə istərdik sizin də fikirlərinizi alaq. Məsələn, bayaq söylədiniz ki, bax siz həm bəstəkardan halallığını almısınız, həm Rüfət Mehdiyevin öz ailəsində, yəni ifaçıdan da icazə almaq lazımdır mütləqdir bu. ailəsindən. Mənə gəlir ki, o təcrübəsizdən irəli gəlir. İşi başlamamışdan öncə halallığı almaq lazımdır ki, işin də gözəl getsin. Ona görə birinci böyüklərin halallığı vacibdir. Bəli. Mən hər işimdə əgər o bizim köhnə mahnılarımızdansa, yenidən onlara köhnə demək olarsa, onlar həmişə gözəldir, həmişə yenidir. Öncə ifaçıdan, sonra bəstəkardan, sonra da şairindən mütləq şəkildə halallıq alınır. Bu vaxta kimi Emin Sabitoğlu'dan ayrılıq mahnısı ifa eləmişəm. Yenə ailəsindən, yoldaşından icazə almışam. Vaqif Gərazədən icazə almışam. İlk eşitim mahnısını səsləndirmişəm. Yəni hər zaman bu belə olub. Bəli. Belə də davam edəcək. İndiki gənclər sadəcə olaraq biraz tələsirlər mənə elə gəlir. Mənim mahnılarımı da bəzən ifa edib YouTube-da və digər sosial şəbəkələrdə yerləşdirmək istəyənlər olur. Əlbəttə ki, qarşısı alınır. Müəllif hüquqları deyilən bir şey var. Mən bir şirkətdən çalışıram. Onlar çox gözəl işləyirlər bu işin üzərində və biz həmin o mahnıları blokluyuruq. Çünki mən ətraflı məlumat verim ki, yəni mən bu dəqiqə mahnıların çörəyini yeyirəm. Mənə şərək düşüb çörək yemək istəyirlər, amma yəni demək istəyirəm ki, qoyun biraz yaşım artsın, növbəti o qədər sevilən mahnılarım olsun. Ondan sonra mən və komandam ona icazə verəcəyik. Hələ ki icazə vermirəm və mən özüm də vaxt gələcək kiməsə dəstək olacağam. Məsəl üçün, mənə bu sənətdə dəstək olub Röya xanım, onunla duet səsləndirmişəm. Gəlmə yanıma, o mahnı çox məşhur idi. Hətta sonradan bir təklif və yaxud ideya olubmu ki, yenidən Röya ilə bir duet? Mən Röya xanımı görməmişəm. Yaxın bir yazışmışıq, amma görüşməmişik ki, mən ona o təklifi vereyim. Əslində bir layihə var əlimdə. Musiqisi Emin Kərimindir. İstəyərdim o mahnını, sözləri də Murad Arifindir. İstəyərdim o mahnını Röya xanımla duet şəklində səsləndirim. İndi Allah kərimdir. Əgər istəsə, mənim üçün şərəfdir, böyük şərəfdir. Yenidən istəyərəm ki, növbəti duetimiz olsun. Çünki Röya xanım çox peşəkar insandır və çox sevilən. O duetiniz də çox sevilmişdi zamanında, sevilən yadılmışdı. Bizim dəyərli sənətkarımızdır, xalq artistimizdir. Mən onun sənətini, insani keyfiyyətlərini çox istəyirəm. Dostcanlıdır. Amma neçə il artıq keçib o duetinizdən? 5 il keçib. 5 ildir. 5 ilin dueti idi. Bəli, 5 ilin duetidir. Zaman artıq tez keçir. Bəli. İnsana elə belə gəlir ki, yəni yeni idi. Çünki hələ də aktualdır o duet. Bəli, aktualdır. Mən deyərdim sizə ki, biz onu səsləndirdik, klipini çəkdik. Mart ayının 15-i karantin oldu ölkədə. 2020-ci il. Bəli, pandemiya dövrü oldu. Toylar olmadı, proqramlar olmadı. Efirlərimizə zaten çıxış azaldı deyə biz onu yaxşı PR edə bilmədik. Amma ona baxmayaraq, bəli, mahnı çox sevildi. Çünki çoxları bizim səsimizin ahəngini bir-birinə oxşadırdılar. Bəli, oxşadırdılar. Yaraşdı, bəli.
mahnı da bizə yaraşmışdı, aranjman da bizə yaraşmışdı, klip də bizə yaraşmışdı. Əli Fərhad çəkmişdi klipi, sağ olsun, çox gözəl bir klip ərsəyə gətirmişdik. Hamısı bir-birindən, musiqisi də Pərviz Mahmudov, sözləri Leyli İsrafilova, yəni hamısı bir-birinə uyuşurdu, belə deyim. Ona görə də belə bir gözəl bir iş alındı. Mənə elə gəlir ki, biz bir duet etməliyik ki... Məncə də lazımdır. Etməliyik ki, daha... Bəli, mütləq edin. Arzu edək ki, yeni ildə bax o yeni daha bir duet gəlsin. Murad Arifin adını söylədiniz, həmkarımızı salamlayırıq. Mən də salamlayırım. Murad Arif elə bir bugün belə deyək də bir musiqi aləmində hitmaker kimi ad qazanıb və hər kəs ondan ifa etmək istəyir. Necə hələ Murad Arif? Mən Muradla işləmişəm 2006-2009-cu illərdə. O mənim prodüserim olub. Bəli, yadıma düşdü, xatırladım. O mənim prodüserim olub. O dövrlərdə biz yazmırdı onda mahnı Murad. Yazmırdı, yox. Məncə biz yollarımızı ayıran vaxtlarda başladı mahnı yazmağa. Onda da birinci mahnısını səhv etməmsə almalarınla Ayaza vermişdik. Ayazdan oldu, bəli. Deməli, Muradla da bizim uğurlu işlərimiz olub. Ondan elə bir albomumuz olub bizim. Yadımdadır. Və orada olan bəstəkarlar, orada olan mahnıların bəstəkarları hamısı bir-birindən gözəl bəstəkarlar olub. Xeyli sərmayə yatırmışdım alboma. O vaxt həm də albomların belə deyək, işimizi görən bir vaxtı idi, bəli. Ol mahnısı idi, mahnının da, albomun da o... Bəli, xatırlayıram. Ən sevilən mahnısı, belə deyim, Vaqif Gərazadə bəstəsi idi, sözləri Teymur Məmmədov. Dediyim kimi, orada bir çox dəyərli bəstəkarlarımızın mahnıları var idi. Amma sonradan məsələ artıq görəndə ki, bəli, Ayaz, nə bilim, Elton, digəri, yəni hər kəs üçün mahnı yazdı. Münasibətiniz normaldır mı? Münasibətimiz indi də gözəldir. Sonraca artıq mənim Murad Arifə ehtiyacım yox idi onun hitlərinə. Çünki mənim özüm bilməzdim mahnım var idi. Bəli. Və mənə çox böyük bir uğur gətirmişdi. Çünki belə deyərdim də, Murad Arifdən sonra mən bir albom da çıxartdım. O albomda da sevilən mahnılar var idi. Səhv etməmsə bilməzdim, o alboma salmışdım. Elə ən belə deyək, yeni bir sanki sizin sənət yolunuzda bir dövrü o bilməzdim mahnısı ilə. Mənim ən sevilən mahnım bugünə kimi, indi bu YouTube'da da göstəricidir də, bu YouTube, düzdürmü? Yəni ən sevilən mahnım bilməzdimdir. Bunu danmaq olmaz. Etiraf edirsiniz. Bəli, bunu danmaq olmaz. İkinci ən sevilən mahnım da Röya xanımla duetimdir. Əlbəttə ki, burada Röya xanımın rolu çoxdur, böyükdür. Ona baxmayaraq da bilməzdim, yenə də baxış sayına görə götürsək, öndədir. Və istənilmək sayında baxsaq, bilməzdim öndədir. Niyə bilərəm, bu Allahın qismətidir. Mən də istəyərdim ki, növbəti çıxartdığım mahnı əvvəlki mahnımdan daha populyar olsun. Mən də istəyərdim bunu. Əlbəttə ki, bunları yenə də bağlayıram karantin dönəminə ki, bunu alındıra bilmədik çox da. Yəni, mən o mahnıları ifa edəndə bilməzdimi 2011-in ortalarında çıxartmışam, sonra Bakıda bir çıxartmışam, o da mənə uğur gətirdi, sonra Ayqonşu olub, o da mənə uğur gətirdi, sonra biraz pauzalarım olub, 2015-də, 16-da elə də tutarlı mahnılarım olmayıb, amma yəni bayağı mahnılar olmayıb. Əsas da o əqidənizi, o sənətdə öz yolunuzu bəzən deyirlər ki, gəlir dalıca, məşhurluq olmaq üçün gəlin mən də bu mahnılardan oxuyum, nə bilim, gəl mən də bu diləcə. Yəni onu etməmisiniz, bunu kənardan izləyirik, görürük ki, Yaşar Cəlilov necə ki öz dəsti xəttini, bax, bayaqdan elə fikirlərinizdə də o Vaqif Gərazadənin adını, bayaq ilk eşdi mahnısı yenə də ona müraciət etmişsiniz. Yəni, kifayət qədər gənc bir ifaçısınız, amma yenə də o müasir dövrün tələbatları sizi yoldan belə deyək ki, yayındırmır. Mən çünki bilirsiniz ya, birinci öz xislətimdə yoxdur bu şeylər. Sonra da ki, müəllimlərimdən utanıram. Yəni, mənim müəllimlərim elə bir insanlardır ki, onlar, əgər biz onlarla üz-üzə gələndə öpüşüb görüşürüksə, onların mənə xoş münasibəti varsa, mən onu itirmək istəmərəm. O mənim üçün 100 mahnıdan dəyərlidir. Yəni, o nə qədər bayağı olsun, nə qədər mənə pul çox qazandırsın, yəni mənə lazım deyil. Yəni, bu günləri bəzi insanlar və bəzi ifaçılar mənə şeylər səhv salırlar. Var, toyda əyləncə üçün səni dəvət edirlər toya. Var, toyda sənə ən özəl günlərini sənə etibar edirlər ki, bugünü sən bir başqa hörmətə mindir.
Bunlar tam fərqli şeylərdir. Mən əlbəttə ikinci variantda olan müğənnilərdənəm. Bir də var ki, yeyib içəndən sonra saat 10-11 filan kəsi çağıraq gəlsin hərəkətləri ilə, yalnız əylənmək üçün, rəqs etmək üçün, bədən forması ilə, nə bilim mahnıları ilə bizə əyləndirsin. Biz də storylər çəkib paylaşaq. Yəni məndə o, nə bədənimdə o yoxdur, nə səsimdə o yoxdur, nə repertuarımda o yoxdur. Həm də artıq sizi tanıyırlar ki, Yaşar Cəlilov, bəli, yəni artıq öz üslubu, öz xasiyyəti ilə də siz mən bu günləri məni dinləyən insanları itirməkdən çox qorxuram. Mən bilirəm ki, onlar həmin o dediyimiz bayağı ifaları da dinləyirlər, onlar, amma əylənmək üçün dinləyirlər. Və onlar elə bir insanlardır ki, çox ziyalı insanlardır. Mənim dostlarımın, dinləyicilərimin, yəni heç yerə bölmürəm mən onları. Çünki məni birinci dinləyən, mənə birinci fikir bildirən mənim ailəmdir, sonra da mənim dostlarımdır. Və onların fikri mənə önəmli olur. Birinci ki, onlar əgər deyirsə okeydir, mən onu artıq yayımlayıram. Belə deyim. Ona görə də dostlar həmkarlar mıdırmı? Yox. Fikir aldığınız insanlar. Yox. Həmkarlar çox az adam var da onların içində. Sənət aləmində bu gün dostlarınız dostluq varmı? elədiyim var, az adam var, çox azdır. Röya xanımdır, Hacı Nazimdir, Emil Bədalovdur, Elçin Cəfərov o siyahıya salmaq olar. Sonra Rüfət Axundovdur o siyahıda. Bir çox aktyorlarımız var. Məsələn, Ülvi Həsənlidir, aktyor. Kifayət qədər azdır. Azdır. Onu keçmir. Əgər sırf müğənnilərdən danışırsa. Siz həqiqi dostluqdan danışırsınız da, yəni. Dostluqdur ki, 3 gündən, 5 gündən birbirimizin əhvalını, keyfini soruşaq və pis yaxşı gündə bir yanında olaq. Mən dost ona deyirəm. Belə çoxsuna qardaş dost deyirik də. İndi o deyir, sən də ona məcbursan deməyə. Şirin yeyirik bir-birimizə, məcburuq. Amma yəni belə həqiqi dost mən bilirəm mənim yanımda kimlərdir. Hacı Nazimdən ifa etmisinizmi? Hacı Nazimdən bəli, bir çox ifalarım var. Emil Bədovla duetim Hacı Nazimdəndir. Hacı Nazimdən olarmı var? Bu sizə bilet verilibmi? Bəli, var. O Hacı Nazim bəstəsidir, bəli. Aha, o da onun. Və sən olsaydın, indi sən olsaydın Tərlan Məmmədhüseynov. Onun da öz dəstxətti var. Bəli, Əli Bilməzimin bəstəkarıdır və il keçdində birinci mahnımızın da aranjmançısıdır. Aranjmanı ona məxsusdur. Mən Tərlanın işlərini çox bəyənirəm. Bəli. Çox gözəl bəstəkardır. Biz Bilməzimdən sonra bəlkə də 10 dənə mahnı oxumuşam ondan. Amma Bilməzim yerini verən olmayıb. Bir qismətdir. Bu şans məsələsi. İfası da bu bir şansdır, bəli. Onun elə ifaçı var ki, baxın, müğənnilər var ki, yeni çıxan müğənnilərdən danışıram. İçində yaxşı ifaçılar da var əlbəttə ki. Yeni səs olanda bir neçə müddət aparır səni. Nə oxuyursan, görsən sevilir. Çünki yeni səsdir. Bir ara yadınıza gəlir, Ayazın, Eltonun səsləri bir-birini oxşadırdılar. Oxşadırdılar, bəli. Bizim, mən onlardan sonraki pokoleniyamda benim bizdə də Emil Bədalovun, Yaşarın və bir çoxumuzun səsi bir-birinə bənzəyir. Biz də bir müddət Emildə Çərpənək tutdu, məndə Nəbim Bilməzim tutdu, Ayqonş tutdu, Emildə bir başqası və digər dostlarımız var. Onların hamısında bir mahnılar tutdu bir müddət. Sonra görürsən ki, elə bir dinləyici artıq alışır sənin səsinə. Səndə bir başqa bir yenilik axtarır. Ya klipindəmi, ya aranjmanındamı, ya nə bilim, ya bir duet gözləyirsiniz də, ya bir başqa bir janr da mahnı. Bəli. Ya bu 6-8 ola bilər, basanova ola bilər, lirik ola bilər. Əgər səndə lirika tutmayıbsa, lirik ola bilər. Belə. Bəli. Yəni bu sözsüz ki, bu musiqi aləminin, sənət aləminin bu yazılmayan qanunlarıdır. Bu belədir, bu aksiomadır həqiqətən də. Sən olsaydın hazırda Dalğa FM radiosunda səslənməkdədir. Tərlan Məmmədhüseynov, aranjman Tərlan Məmmədhüseynov, sözləri Rafael Şabanov. Eşidək. Bəli, sən olsaydın mahnısı səsləndi Dalğa FM radiosunda və bu saatımızın, bugünkü buraxılışımızın yavaş-yavaş sonuna gəlib yaxınlaşırıq. Ümumiyyətlə, bayaq verilişimizin əvvəlində bir çox məqamları söylədiniz ki, bugün sənətdə, sənət camiyyəsində ümumiyyətlə o çatışmamazlıqlardan da danışdıq. Nələrdə ümumiyyətlə dəyişməyə ehtiyac var bugün sənətdə, ümumilikdə istərdik son olaraq fikirlərinizi, tövsiyələrinizi alaq. Birinci növbədə verilişlərimiz düzəlsə, mənə gəlir ki, çox şey düzələcək. Valla, birinci növbədə verilişlər düzəlməlidir. Aparıcılar düzəlməlidir, verilişlər düzəlməlidir, ondan sonra hər şey düzələcək. Hər şey verilişlərin başındadır.
Bəli. Və bir maraqlı bir təklifiniz o idi ki, canlı ansambl, yəni orada orkestr, necə ki türk əslində türk estradasına baxırsan, yəni belə deyək də onlar da bizim qardaş ölkədir. Əlbəttə ki, biz də onların sənətini sevirik, amma baxırsan ki, onlar da bizim mahnılarımızı oxuyurlar. Onlar da bizim musiqimizə necə böyük bir sevgi var. Hətta səs baxımından da, yəni bizim bax siz özünüz də dediniz də, yəni muğam məktəbi də keçmisiniz. Yəni səs potensialı da var bizim sənətçilərimizdə, daha çoxdur hətta. Yəni bunu da etiraf edəyik. Daha çoxdur. Bəli, razıyam. Və mən sizə deyim ki, demirəm, bütün beşlər hamısı elə çal-çağır olsun, nə bilim, orkestrin olsun. Amma əksəriyyəti elə olsa, yəni senzura olsa, necə ki bu qərar çıxır, oku yığışdıraq, nə yığışdıraq, onlar da yığışdıraq da. Məhz elə mənfi təsir göstərdi ki, sonradan onu hardasa televiziyada daşıdılar. Blogerlərin, nə bilim, o influencerlər. İlk öncə, neçə illər bundan öncə blogerləri başladılar efirlərə çağırmağa. Sonra, nə bilim, həmən blogerlər sanki aparıcıları əvəz elədi, o da oldu. Bəli, sonra özlərini dedilər ki, biz yəni sonra özləri də oxumağa başladı. Başladılar oxumağa. Yəni indi biraz dəyişib də. İndi yerindən duran müğənnidir. Nə qədər müğənni var? Yəni başqa hamı oxuyur. Üzr istəyirəm ifadəmi. Başqa yolun yolçusudur, amma müğənnilik eləyir. Yəni deyir hobbimdir. Hobbimdir. Yəni baxırsan ki, başqa digər işində öz maaşını qaldırmaq üçün mü deyim, nə bilim, hörmətə minmək üçün deyim, iş yoldaşları arasında həm də müğənnilik seçir ki, mən həm də müğənniyəm. Bəli, bəli. Yəni bu cür şeylər var. Yəni bunları aradan qaldırmaq olar əslində. Biz güclü ölkəyik. Yəni bizdə hər şey, yəni mənə gəlir ki, nəzarətdədir. Əlhəmdülillah ki, nəzarətdədir. Bəli. Və biraz da gücləndirsək, televiziyalara nəzarət güclənsə, bəzi verişlərə, mən yenə deyirəm, bütün verişlərə şamil edirəm. Sözsüz ki, hər kəsə şamil olunmur. Mənim də hər kanalda çıxdığım 2 veriliş var məsələn. 1-2 veriliş var ki, o verişlərə çıxıram. Yəni artıq illərdir bələdsiniz ki, burada söhbət nədəndir, mənimlə birgə kimlər gələcək qonaq, çünki son zamanlar müğənniləri həm də narahat edən məsələ odur ki. Baxın, var da pullu müğənnilər var ki, efirlərə dəvət alırlar. Mən normal qarşılayıram bunu. Vaxtı ikən mən də pul ödəmişəm kanala efirə çıxmaq üçün. Amma mən bayağı ifaçı olmamışam. Bu bir. Bəli. Mən gedirəm efirə, bir də görürəm biri gəldi, bir xanımdır, nə gündə, deyirlər ki, məcbur, bir təhər yolladır. Ödənişli müğənnidir bu, biz bunu eləməliyik, bizim də ödəyəcəklərimiz var. Ödəyəcəyimiz yerlər var, ona görə yəni heç olmasa yaxşı ifaçı olsun da. Əlbəttə. Yəni adam onunla oturmağa utanmasın. Yəni bunlar var. Bəli. Əslində bax deyir tək əldən səs çıxmaz. Burada hardasa bir ictimai qınaq da olsa ki, yəni sözsüz ki, ifaçı arzu edə bilər, hər kəs oxumaq istəyə bilər, amma ona da bir məsləhət verən olmalıdır. Necə siz bayaqdan söylədiniz ki, falan müəllimimdən utanıram ki, o mahnını ifa edim. Onlar da bəzən məsləhət alsınlar ki, yəni ümumiyyətlə efirə çıxarılası mahnıdırmı bu? İctimai qınaq deyirsinizsə, götürsünlər hər kanal mikrofonu, düşsünlər şəhərin canına, soruşsunlar. Bir soru var xalqda, bir soru var. Xalqın gözü tərəzidir, necə deyərlər. Hamısı deyəcək olmasın, əksəriyyəti deyəcək olmasın. Bəli, əlbəttə. Yığışdırın bu müğənniləri, hamısı onu deyəcək də. Yəni mən əminəm ki, bir 80-90% insan deyəcək ki, bu adamlar efirdə olmasın. Baxırsan sosial şəbəkədə var, indi onun da qarşısını bir cür almaq olur da. Məsəl üçün hansısa bir restoranın səhnəsidir, görürsən ki, orada bir ədəb ifaçılar çıxır, atırsan bloka. Bəli. O restoranı sən artıq görmürsən. Zaten getmirdin, sosial şəbəkədə çıxırdı qabağına, atırsan onu bloka, görmürsən, sənin o listin gözəlləşir. Artıq çıxmır, görmürsən, əsəbləşmirsən. Bunu yəni qarşılama olur. Onu öz sənin əlindədir. Bunu hər ailə başçısı, edə bilir. Evin kişisi və yaxud da kişi rolunu daşıyan qadınlar eləyə bilər. Övladlarını tərbiyələndirmək üçün nəzərdə tutura bilər. Bəli, yəni izləmirlər, açmırlar, baxmırlar. Görəndə ki, övladı pis-pis şeylərə baxır. Məsəl üçün görürsən oturub orada Yaşar oturub, nə bilim, Elçin oturub, Emil oturub. Onların hansını qoy heç olmasa. Bəli, bəli. Sən görürsən ki, gəldiyin verilişdə bu adamlar oturub da. Ən azından hörmət əlaməti olaraq. Valideynlərdən də çox şəxsdir. Bəli, valideyn özü uşağı boş buraxanda, istəyir tərbiyəsi ilə bağlı, istəyir musiqi zövqü ilə bağlı, istəyir təhsili ilə bağlı, uşaq yolunu azacaq da. Bəli, bəli. Ona görə hər şey evdən başlayır. Hər bir insan cəmiyyətdə evinin
elində təsvir edilmir. Bəli, və deyirlər ki, uşaq da evin bir güzgüsüdür, Güzgüsüdür, bəli, aynasıdır və hər şey əlbəttə ki, ailədən gəlir və eyni zamanda sözsüz ki, tamaşaçıya da nə göstərirsənsə, o da ona baxır və qəbul edir. Sözsüz ki, bu problemlər, bu məsələlər hardasa sənət adamlarını ən çox narahat edən, əlbəttə ki, və illərdir sənətdə olan insanları ən çox narahat edir bu məsələlər və bəzən də dilə gətirmək lazımdır, söyləmək lazımdır. Bugün öz səmimiliyi ilə seçilən, hər zaman öz fikirlərini açıq söyləyən Yaşar Cəlilov bugün də səmimiyyətini qoruyub saxladı və sizinlə razıyam həqiqətən də. Məni dinləyə bilməzlər. Mən pis şey demirəm ki. Bəli. Mən hamı üçün yaxşı şey deyirəm. Kim ki istəyir ki, övladı yaxşı tərbiyə alsın, övladı yaxşı musiqilər dinləsin, mən deyənlə razılaşacaq. Bəli. Zaten o bayağı ifasları dinləyənlər, tərifləyənlər də olan öz tayıdır. Yəni inciməsinlər məndən. Yəni əgər kimsə mənim bu sözlərimə deyirsə ki, yox, mən dediyim o iminlə məhz o adamlar ki, hansı ki, orasını burasını şişirdib çıxıb səhnədə nəsə göstərirlər var. Mən onlardan, əgər o adamları hər hansı bir qadın, öz övladına, öz övladının elə adam olmağını istəyirsə, o da onun tayıdır. Yəni sən özünə yaraşdırırsansa, əlbəttə ki, bəli, razıyam. Yəni zövqlər müqayisə olunmaz, nə bilim, mübahisə olunmaz, amma efir söhbəti var, yəni zövq məsələsi var. Yəni mən demək istəyirəm ki, o adamların yeri elə o restoranlardır, o restoranlarda çıxış eləməlidir, efirə gəlməməlidirlər. Bəli, bəli. Efirə dəyərli sənətkarı da dəvət edir aparıcı. Oy, siz belə falan, görürsən ki, onu da çağırır. Onu da siz belə falan deyir. Bəli. Razıyam sizinlə. Hətta bəzən eşidirik ki, bir böyük bəstəkarımızın sözləyən, məsələn, təqdim edəndə söyləyirlər dahi insan, sonradan bir gənc ifaçıya da dahi demək də, bu da artıq ola bilər insan gəncliyində dahi olsun. Yəni bunu mən qəbul edirəm. Bəli, ola bilər o. Bəli, niyə olmur ki? Biri deyir çıxır özünə, nə bilim, mən kraliçəyəm, bildiğim mən kralam, məndən popstaram. Məndən soruşsuz, mənim üçün kral Alim Qasımovdur məsəl üçün. Mənim üçün yəni kral budur. Kraliçə Röya xanımdır məsəl üçün. Yəni hərənin bir zövqü var. Mən durub desəm ki, mənim üçün kral bir bayağı ifasının adını çəksəm, onda deməli mən də onu tayıyam. Artıq sizin haqqında bir fikir formalaşacaq. Razıyam sizinlə. Amma zaman göstərib, illər, əsrlər bunu göstərib ki, hər şeyə hakim zamandır. Sənətə hər kəs gələ bilər, amma sənətdə qalmaq üçün, sənətdə iz qoymaq üçün bunu çox müşkül məsələdir. Bu mümkün olan bir şey deyil. Sənətdə qalmaq üçün əlbəttə ki, sənətlə məşğul olmaq lazımdır. Və sözsüz ki, bir daha bunu vurğulayırıq ki, altından çizərək məktəb də çox önəmlidir, savad çox önəmlidir. Təhsilsiz ümumiyyətlə ifası olmaq mənə çatmır. Yəni necə təhsilin olmadan gəlib bankda işləyə bilərsən? Heç cür. Onda niyə təhsilin olmadan? Deyirlər bu incə sənətdir. İncə sənətdir, amma bu incə sənətin də təhsili var da. Bunun da öz əlifbası var. Bəli, təhsil olmasaydı mən susardım ki, təhsili yoxdur. Bunun təhsili var da. İfaçı muğamı da bilməlidir. Vacibdir muğamı bilmək. Muğamı anlayışın olsun. Demirəm sənə dur rast muğamını dəstgah oxu mənim üçün. Amma ən azından bilmək borcumuzdur. Bilməlisən ki, bu səslənəndə bu bayatışrazdır. Bu şeygahdır. Bu şurdur. Bunun mayesini ən azından oxumağı bacarmalısan ki, yəni notu bilməlisən ki. Düzdür. Bir efirə çıxır deyir ki, mənə ürəyimlə bacaramıram, nə edeyim? Hardan musikan söhbət edir? Sən çal, mən deyəcəm sən. Mən oxuyum, sən bil. Yəni bilmir hansı notdandır, hansı kökdədir. Notu tanımır adam. Adam ladı bilmir. Biabırçılıqdır bu. Yenə deyirəm, bəstəkarlara qarışmıram. Bəstəkar elədir ki, mahnını nanay eləyib də sənə göndərə bilər və sən onu aranjman eləyib oxuyarsan, çox gözəl olar. Yəni vacib deyil onun pianoda nəsə çalmağı. Yəni istedadı gəlir, istedadı var. Amma əgər ifaçısansa, mütləq şəkildə sən muğamı bilməlisən. Yenə deyirəm, ifa etmək önəmli, vacib deyil. Muğamı bilməlisən, notu bilməlisən. Ən azından musiqi ədəbiyyatından azca da olsa məlumatın olmalı. Çox doğru. Məncə son üçün bu gözəl bir mesajdır. Elə hər kəsə, hər bir sənətə gəlmək istəyən mütləq ki, əlbəttə ki, bunun bir yolunu, bir sənət yolunu, bir sənət məktəbini keçməlidir. Təşəkkür edirəm sizə Yaşar. Çox xoş oldu sizinlə həmsöhbət olmaq. Hər zaman bəzən kəskin ola bilər, amma açıq və səmimi fikirlərinizə görə təşəkkür edirəm. Var olun, çox sağ olun. Orada hansı mahnılar qalıb? Burada sonda bizim deməli
üşüdünsə bağışla. Ha, onu verin zəhmət Onu olmasa. səsləndirəkmi? Bəli, Bəli, onu elə o istəyirdim. ifa, bəli. Elə o ifa ilə yekunlaşdırırıq, bəli. Sənətə, mədəniyyətə, hər zaman musiqiyə xidmət edən Dalğa FM radiosunun və Mədəniyyət Nazirliyinin layihəsi Sənətin Səsi bu günlük öz işini yekunlaşdırır. Verilişimizi Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun YouTube kanalından da izləyə biləcəksiniz.